Salam, bugün sizinle birlikte natural ədədlər haqqında danışmaq istəyirəm. Natural ədədlər sayma zamanı istifadə etdiyimiz ədədlərə deyilir. Natural ədədlər iki cür olur: ədəd və rəqəm. Gəlin, baxaq. Ədəd 9 dənədir, rəqəm 10 dənədir. Baxın, ədəd 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Rəqəm 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni 0-dan 9-a qədər 10 rəqəm edir, 1-dən 9-a qədər isə 9 rəqəm eləyir. Gəlin baxaq, ədəd və rəqəmin fərqi nədir? Ədəd və rəqəmin fərqi odur ki, rəqəm birləşib ədəd yaradır. Baxaq, məsələn, 9 rəqəmi ilə 8 rəqəmi birləşib 98 ədədini yaradır. Mən burada belə də deyə bilərəm. 9 ədədi ilə 8 ədədi birləşib 98 ədədini yaradır. Fərq böyükdür, amma mənaları isə eynidir. Niyə? Baxın, ədədə rəqəm deyə bilərik. Amma rəqəmə ədəd deyə bilmərik. Fikir verdinizsə, orada mən 1-ində 98, 9 ilə 8 rəqəmi dedim. Birində 9 ilə 8 ədədi dedim. Ədəd iki yerə bölünür: tək ədəd və cüt ədəd. Tək ədəd sonu 1, 3, 5, 7, 9. Cüt ədəd sonu 0, 2, 4, 6, 8. Sadə və mürəkkəb ədədlər nəyə deyilir? Sadə ədəd vahidə və özünə bölünən ədədlərə deyilir. Mürəkkəb ədədi isə 3 və daha artıq böləni varsa, burada səhv yedim, mütləq yox, mürəkkəb ədəd olacaqdı. Mən səhv yazmışam, mürəkkəb ədəd olmalıdır. Nümunə desək, sadə ədədlər 2, 3, 5, 7, 9'u burada mən niyə yazmıyorum? 9 səhvdir. 11, 13, 17, 19 və s. Mürəkkəb ədədlər 4, 6, 8, 12, 14, 16, 18, 20. 9'u niyə səhvdir dedim? Çünki baxın, 9 həm 3'ə bölünür. Elədi 3. 9 9'a bölünür. Elədi 1. 9 1'ə bölünür. Elədi 9. Gördünüz mü? Ona görə dedim ki, bunu mən səhv yazmışam. Arada diqqətsizliyindən səhvlər ola bilər. Qarşılıqlı sadə ədədlər nədir? Ardıcıl ədədlər və ardıcıl tək ədədlərə aiddir. Baxaq. Bölünmə əlaməti nəyə deyilir? 2'yə bölünmə sonu cüt ədədlərlə bitənlərdir. Məsələn 22. Sonu sıfırla bitənlər. Məsələn 20. 3'ə bölünmə ədədin rəqəmlərin 3'ə bölünəsə ədəd də 3'ə bölünər. Belə tutum görünsün. Aha. Məsələn 9. 9'u böldüm. Bir dəqiqə, 9 yox. Rəqəmlərin cəmi 3'ə bölünür. Hə, 9. 9'u böldüm 3'ə, elədi 3. Məsələn 36. 36, 3'ün 6'ını topladım 9. 36'ını 3'ə böldüm, elədi 12. 4'ə bölünmə ədədin son 2 rəqəmi 4'ə bölünərsə və ya sonu 2 sıfırla bitənlər. Gəlin baxaq. Məsələn 164 ədədir. 164 ədədi 164 ədədinə 2 rəqəm götürdüm. Ədəd daha doğrusu götürdüm. 64. Böldüm 4'ə, elədi 16. Daha sonra 5'ə bölünmə son rəqəmi, məsələn 50, məsələn 55. Deyir ki, 5'ə bölünmə ədədin son rəqəmi 5 və ya 0'la bitərsə, 50 böldüm 5'ə elədi 10. 55'i böldüm 5'ə elədi 11. 8 ədədin son 3 rəqəmi 6 qaldı. Hə, 6'ya bölünmə 2'yə və 3'ə bölünən ədədlər 6'ya bölünər. Yəni məsələn 42 və yaxud da verdim 36, 42, 36 rəqəmlərinin cəmi elədiyi 9. Yəni 36'ını 3'ə böldüm 12, 2'yə böldüm elədi 18, 6'ya böldüm elədi 6. 42'yə bölünmə 2'yə böldüm 21, 3'ə böldüm 12, 6'ya böldüm